Esselamu aleyke ya Eba Abdillah və aləl ərvahilləti həllət bifinaik. İmam Hüseyin meydanda tək qalıb. Zeynəb deyir, gördüm səs gəldi. Həl min nasirin yansuruni. Bir nəfər yoxdur Hüseynə kömək eləyə. Qadınların ağlamaq səsi uzaldı. Sizə istəyirəm vida rozəsini deyəm, vida müsibətini deyəm. Bu həmin müsibətdir ki, İmam Zaman ağa deyir, bu müsibət mənim ürəyimi yandırır. Hüseynin vidalaşması mənzərəsi. Elə bu anlar idi, biraz bundan sonra idi, namazdan sonra, əsrə yaxın vaxt idi. İmam Hüseyin gəldi xeymələrə tərəf. Ya Zeynəb, ya Ümmə Kulsum, ya Sükeyna, aleykunnə minnissalam. Ay Zeynəb, ay Ümmü Gülsüm, ay Səkinə, ay Ruqəyyə, sizə məndən salam olsun. Bunu eşidəndə hamı başa düşdü ki, Hüseyin meydana gedir. Qadınlar ağlaya-ağlaya çıxdılar xeymədən. Hüseyin gedir meydana. Hamısı dövriyə aldılar İmam Hüseyni. Nalə elədilər, necə siz nalə eləyirsiniz? Siz görməyə ağlayırsınız. Gör Zeynəb o mənzərəni görüb nə haldaydı. Biri deyir, ata getmə. Biri deyir, qardaş bizi bu çöldə qoyub hara gedirsən? Baxdı dedi, sizi Allaha tapşırıb gedirəm. Bacı, qaydun xeymələrə. Mindi atına gedmək istəyir meydana. Birdən gördü at hərəkət eləmir. Başın aşağı saldı at, yəni Hüseyin bax gör kimdi yanıb, necə gedim qabağa. Baxanda gördü Ruqəyyə qucaqlayıb atın ayaqlarını. Ata düş yerə, sənə sözüm var. Atından düşdü yerə. Qızım nə istəyirsən, sözün nədir bala? Dedi ata, apar bizi Mədiniyə, xoşum gəlmədi Kərbəladan. Heç xoşum gəlmədi Kərbəladan. Dedi qızım qayıda bilmərik. Dedi ata, sən yetim görəndə həmişə başına əl çəkərdin, hə? İndi ki meydana gedirsən, başı, əli çək mənim başıma. Ondan elə yana-yana ağladı. Hüseyin özünü saxlayanmədi. Dedi qızım, and olsun Allaha, sənin belə ağlamağın mənim ürəyimi yandırır. Qızım qayıt xeyməyə, hələ çox ağlayacaqsan. Ondan istəyir getsin meydana. Birdən arxadan Zeynəbin səsi gəldi. Məhləm məhla yəbnə Zəhra. Ay Zəhranın oğlu deyən sənə sözüm var. Məhləm məhla yəbnə Zəhra. Qayıtdı, bacın nə sözün var? Deyir, indi ki gedirsən meydana, anam Zəhranın bir vəsiyyəti var, icazə ver əməl eləyim. Dedi, bacın nə vəsiyyətdir? Anam Zəhra ölüm yatağında mənə dedi, qızım Zeynəb, mən Kərbəlada olmayacam. Elə ki Hüseyin döyüşə getdi, meydana gedəndə mənim əvəzimdən onun boğazından öpərsən. Öpdü Hüseynin boğazından. Bilmirəm necə ayrıldı Zeynəbdən Hüseyin. Gəldi meydana, aç, susuz, yorğun. Əvvəlfəzin cənazəsi gözünün qabağında, Əli Əkbərin doğranmış bədəni gözünün qabağında, sahabələri gözünün qabağında. Getdi döyüşdü, çox şücaətlə döyüşdü. Bir qədər nizəsini yerə sancdı dincəlsin. Nizəni yerə sancanda hər tərəfdən daş atdılar. Üzünə, bədəninə, alnına dəydi, alnının qanı axdı üzünə. Ya Rəsulallah, gəl Kərbəlaya, gəl gör Hüseyninlə necə davranırlar. Alnının qanı üzünə axanda köynəyini çəkdi, alnının qanını silməyə. Köynəyin qaldıranda o 3 şöbəli oxu atdılar, batdı ağanın sinəsinə. Dillər qabaqdan çıxardanmədi, əlini atdı, arxadan çəkdi, oxu çıxartdı. Ondan yıxıldı yerə, üzünü qoydu torpağa. Bismillahi və billah və ala milləti Rəsulillah. Peyğəmbər ümmətinə qanımı hədiyyə eləyirəm. Allahım şahid ol, bu qövm elə bir adamı öldürür ki, bundan sonra da Peyğəmbər qızı Zəhranın oğlu qalmadı. At da ağlayır, Zülcənah da başını sürtür ağanın qanına ağlayır. Birdən atın kişnəmək səsini xeymədə eşitdilər. Həmişə İmam Hüseyin döyüşün müəyyən məqamında qayıdırdı xeyməyə, atın belində qadınlara baş çəkib gedirdi. Yenə də atın səsi gələndə çıxdılar ki, ağanı görsünlər, gördülər bu dəfə at sahibsiz gəlib xeyməyə. Onda birinci Ruqəyyə çıxdı.
Rüqəyyə çıxdı gəldi ay atamın atı. Atam meydana gedəndə susuz idi. De görüm onu öldürməmişdən qabaq su verdilər ya susuz. Ya susuz atdan yerə saldılar. İmam-ı Zaman, İmam-ı Zaman sənə and verirəm. Sənə and verirəm Cəddün Hüseynin Kərbəlasına nəzər elə bu məclisə. Cəddün əzasına gəlmişik. İmam-ı Zaman nəzər elə Hüseynin əzadarlarına. 10 gündür sizin qapınızda yox İmam-ı Zaman. Zeynəb çıxdı xeymədən. Uşaqlar çıxdılar. Hamısı gəldilər Hüseynin o yaralı bədəninə tərəf. Aldılar Hüseyni dövriyə. Bilirsiniz hansı zaman idi? O zaman idi ki Şimir oturmuşdu ağanın sinəsində. Oturmuşdu İmam Hüseynin sinəsində. Xəncər əlində. İstəyir ağanın başın bədənindən ayıra. Zeynəb gəldi. Xəncərin bir tərəfindən tutdu. Çəkir xəncəri, Şimir çəkir, Zeynəb bir tərəfə çəkir. Qoymaram Hüseynimin başın kəsəsən. Əlləri kəsildi Zeynəbin qanı qarışdı Hüseynin qanına. İmam Zaman məni bağışlasın. Bilirsiniz neynədi Şimir? Qılıncının qını ilə Zeynəbin sinəsinə vurdu. Zeynəb Hüseynin qabağında yıxıldı yerə. Zeynəb Hüseynin qabağında yıxıldı yerə. İmam Sadiq əleyhissalam deyir Peyğəmbər gəldi Kərbəlaya. Əli gəldi, Zəhra gəldi, bütün Peyğəmbərlərin ruhu gəldi. Əli baxır, Peyğəmbər baxır, Zəhra baxır, Zeynəb baxır, Rüqəyyə baxır. Gördülər o məlun xəncəri çəkdi, ağanın başın bədənindən ayırdı. Birdən Yezid qoşunundan səs gəldi, Allahu Əkbər. Təkbir səsi gələndə bir xanımın da səsi ucaldı, məzlum bala, məzlum bala, məzlum bala, məzlum bala. Əla lənətullah aləl qavmiz zalimin. La havlə və la quvvətə illa billah.